görə istənilən hesablı qələbə ilə revanşı əldə etmək və Azərbaycan futbol sevərlərinə sevinç bəxş etmək. Bu oyunu hamımız birlikdə izləyəcəyik. Stadionda gördüyünüz kimi çox sayılı azarkeşlər var və eləcə də televiziya ekranları qarşısında milyonlarla həm ölkəmizdə yaşayan, həm də ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz bu qarşılaşmanı İdman Azərbaycan telekanalından, Azərbaycan televiziyasından canlı izləyə biləcəklər və bir qədər sonra komandalar meydançaya daxil olacaq. Fürsətdən istifadə edib heyətlərlə sizləri tanış edim. Qonaqlar, ilk oyunla müqayisədə əlbəttə ki 1-2 dəyişikliyi var Borussia komandasının heyətində və Borussia komandası bu görüşə aşağıdakı heyətlə çıxacaq. Qapını qapçı Roman Weidenfeller qoruyur. 4 Neven Subotic, 5 Sebastian Kehl oynayacaq, 8 Türkiyəli futbolçu Nuri Şahin, 15 Matias Hummels, 18 Lukas Barrios. Əslində bu futbolçunun zədəli olduğu bildirilirdi. Argentina əsirli Paragvaylı futbolçu, Paragvay milli komandasının üzvü. Ancaq gördüyünüz kimi bu görüşdə Lukas Barrios komandasının əsas heyətində yenə yer alır və əsas heyətdə mübarizə aparacaq. 19 Kevin Grosskreutz, 23 Shiji Kagawa, hazırda Borussia klubunun heyəti də sizin ekranlarınıza gəldi. 25 Patrik Olomayela, 26 Lukas Piszek və 29 Marcel Schmetzer. Borussia komandasının baş məşqçisi artıq bildiyiniz kimi Jürgen Klopp'dur. Gördüyünüz kimi soyunub geyinmə otaqlarından kadrlar sizlərə təqdim olunur. Artıq komandalar meydançaya çıxmağa hazırlaşırlar. Demək olar ki, hər şey hazırdır. Borussia klubunun futbolçularını gördünüz. Qarabağ komandasında futbolçuları yavaş-yavaş soyunub geyinmə otaqlarını tərk edirlər. Və Nuri Şahin, eləcə də Borussia komandasının digər oyuncularını gördüyünüz ekranlarınızda Qarabağ komandasının heyəti ilə sizləri tanış edirik. Qapıda həmişə olduğu kimi Fərhad Vəliyev var. 5 müdafiədə Maksim Medvedev, 6 Rəşad Sadiqov, 11 Rauf Əliyev, 13 Samir Abbasov, 14 Rəşad Sadıqov, 17 Vüqar Nadirov, 24 Ademir Eteli, 25 Ansi Agoli, 31 Andrey Rubins və 77 Georgi Adamya. İlk oyunla müqayisədə Qarabağın heyətində cəmi bir dəyişikliyi var. Emin İmaməliyevin əvəzinə bugün Vüqar Nadirov gənc futbolçu mübarizə aparacaq. Bunu da sizlərin nəzərinizə çatdıraq. Hörmətli tamaşaçılar və Qarabağ komandasının baş məşqçisi qeyd etdiyimiz kimi gənc mütəxəssisimiz Qurban Qurbanovdur və gördüyünüz kimi Qarabağ komandasının futbolçuları da hazırda ekranlara gəlir. Və futbolçular meydançaya çıxmağa tam hazır vəziyyətdədirlər. Bugün Qarabağın ehtiyatda oturacaq oyuncular da yavaş-yavaş öz yerlərinə doğru addımlamağa başladılar. Və hamı UEFA nümayəndəsinin, inspektorunun, eləcə də hakimlərin işarəsini gözləyir meydançaya çıxmaq üçün. Yəni, bugün Qarabağ komandasının qələbəsi həm Azərbaycan futbolunun nüfuzu baxımından, eləcə də klub reytingimiz baxımından çox önəmlidir. Hakimlərdən söz düşmüşkən, hazırda ekranlarınızda məhz oyunun hakimlərini görürsünüz. Hakimlər briqadası bugün Belçikadandır. Görüşün baş hakimi Serge Gümenli, ona Mark Simons və Danny Huyens kömək edirlər. Qarşılaşmanın 4-cü hakimi Yori van der Veldedir. Oyunda hakim inspektor funksiyasını İsraildən olan Daud Suheyl yerinə yetirəcək. Qarşılaşmada UEFA nümayəndəsi isə Ukraynada olan Nikolay Varabyovdur. Beləliklə, Qarabağ və Borussia Dortmund komandalarının üzvləri meydançaya doğru addımlama başlayırlar. Avroliqanın play-off mərhələsinin cavab qarşılaşması bir qədər sonra başlayacaq. Azarkeşlərin alqışlarının müşahiyyəti ilə hər iki komandanın futbolçuları meydanın mərkəzinə doğru gəldilər. Qarabağ bu il ölkəmizi doğrudan da Avrokubok yarışlarında, Avroliqa yarışlarında çox uğurla təmsil etdi. 3 mərhələ adladı. Qeydək ki, komandamız Avroliqaya məhz birinci mərhələdən, ilkin təsnifat mərhələsindən başlamışdı. Əvvəlcə həmin mərhələdə
Makedoniyanın Metallurq komandası ilə qarşılaşdı. Onu 2 oyun nəticəsinə görə məğlub etdi. Daha sonra Şimali İrlandiyanın Portadown və ən son olaraq Polşanın Wisla komandasını mübarizədən kənarlaşdırdı. Ancaq playoff mərhələsində komandamıza çox güclü rəqib düşdü. Əslində Borussia Dortmund komandasını heç də biz püşkatmada arzulamırdıq, ancaq üstün nəticəsinə görə Qarabağımız Borussia ilə qarşılaşmalı oldu və ilk görüşdə səfərdə böyük hesabla məğlub oldu. Yenə də qeyd edirik ki, bu məğlubiyyətə görə bəlkə də Qarabağ Avroliqa yarışlarının qrup mərhələsinə düşə bilməyəcək, ancaq ən azı bu oyundakı qələbəsi ilə bu azarkeşlərə qələbə sevinci yaşada bilər. Borussia Dortmund komandasının futbolçuları ekranlarınıza gəlir. Borussia komandası elə ilk görüşdə olduğu kimi ənənəvi geyimində mübarizə aparacaq. Sarı geyimdə və Qarabağ komandasının futbolçuları da qələbə and içirlər. Rəşad Sadıqov komandanın liderlərindən biri ekranlarınıza gəlir və Fərhad Vəliyev. İlk görüşdə düzdür, bir sıra səhvləri ilə yadda qalmışdı Fərhad Vəliyev. Ancaq əlbəttə ki, bu futboldur. Futbolda da heç bir oyuncu səhvlərdən xali deyil. İnanmaq istərdi ki, bugün Fərhad həmin görüşdən 2 qat güclü çıxış edəcək və komandamızın qapısını toxunulmaz saxlayacaq. Onun komanda yoldaşları isə əksinə rəqib komandanın qapısına yol tapmaqla bu iki görüşün lazımi nəticə ilə bitməsinə şərait yaradacaqlar. Qarabağ Borussia Dortmund qarşılaşması başlamaq üzrədir və topun kənarında Qarabağ komandasının üzvləridir. Rauf Əliyev ilə Georgi Adamya. Hər şey tam hazırdır. Hakimin işarəsini gözləyirlər futbolçular. Belçikalı baş hakim ekranlarınıza gəlir. Serge Gumenni. Onun start bitimindən sonra qarşılaşma başlayacaq. Və beləliklə start verildi. Uğurlar Qarabağımıza, oyun başlayır. Dərhal Qarabağ komandasının futbolçuları hücuma atılırlar. Vüqar Nadirov. Onun zərbəsi top meydançanı tərk etdi. İlk həmlə yaxşıdır. Məhz oyunu da belə davam etdirmək lazımdır və top Roman Weidenfellerdədir. Borussia Dortmund komandasının təcrübəli qapçısı. Məhz Weidenfeller top oyuna daxil edəcək. Maksim Medvedev topu başla zərbə indirdi. Kel. Samir Abbasov. Ansiagoli topladı. Ansiagoli'dən irəliyə ötürmə. Rubins. Lakin top meydançanı tərk edib bir qədər sürətli bir ötürmə oldu. Andrey Rubins Qarabağ komandasının Latviyalı futbolçusu hücuma qoşulmuşdu. Cinah yarımdafəçi mövqeyində mübarizə aparır. Andrey Rubins Inter komandasından Qarabağa transfer olunub bu mövsümdən etibarən. Yenidən Weidenfeller topu qapçı vuruşu ilə oyuna daxil edəcək. İlk dəqiqələrdən Qarabağ oyuna fəal başlayıb, istəkli başlayıb və Weidenfeller topu oyuna daxil edir. Kagawa topu qazandı komandası. Obamayela. Qeyd etmişdik ki, Borussia komandasında da birinci oyunla müqayisədə bəzi digər dəyişmələr olub. Konkret olaraq cinah müdafiəçilərindən biri həmin mövqedə birinci oyunda Pişek oynuyordu. Pişek hazırda digər bir mövqedə çıxış edir. Pişekin əvəzinə Obamayela həmin cinahda mübarizə aparır. Bir qədər əvvəlki mübarizə futbolçular arasında gedən tək mübarizə təkrar epizod ekranlarınıza gəldi. Admirteli cərimə zərbəsini yerinə yetirir. Subotic başla yaxşı oynayır və meydanın mərkəzinə yaxın bir mövqedə cərimə zərbəsi təyin olunur Borussia komandasının qapısına. Sebastian Kel qaydanı pozmuşdu. Rauf Əliyevlə mübarizədə təkrardan da gördünüz. Kel əslində hakimə öz etirazını bildirirdi. Ancaq Belçikalı hakim tərəddüd etmədən cərimə zərbəsini təyin etdi. Sebastian Kel Borussia komandasının kapitanı ekranlarınıza gəlir. Və Qarabağ komandası oyunda ilk cərimə zərbəsini yerinə yetirəcək. Çox uzaq bir məsafə var. Ancaq Rəşad Sadıqovun belə məsafələrdən də yaxşı uğurlu zərbələri var. Və izləyək birlikdə. Rəşad Sadıqov zərbəsi.
Top Borussia komandasının futbolçularına tuş gəldi. Ancaq Qarabağın hücumu davam edir. Agolli ilə. Qarabağın Albaniyalı futbolçusu topu Maksim Medvedev ötürdü. Lakin burada Medvedev qaydanı pozmuşdu. Qarabağ komandasının futbolçusu. Hakim bildirir ki, Borussia futbolçuları bu dəfə cərimə zərbəsini məhz onlar yerinə yetirəcəklər. Jürgen Klopp Borussia komandasının baş məşqçisi ekranlara gəldi. Oyundan əvvəl hər iki komandanın baş məşqçiləri mətbuata açıqlamalarında, müsahibələrində çox maraqlı ifadələr işlətdilər. Və Jürgen Klopp hələ Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin əhatəsinə düşdü və orada çox maraqlı açıqlamalar verdi. Əlbəttə, ilk oyunda böyük hesabla qalib gəlməyimiz bizə əlavə üstünlükdir. Ancaq biz Bakıdakı oyunda da qalib gəlmək istəyirik. Bizə heç də asan olmayacaq, çünki Qarabağ komandası yaxşı futbol oynayan bir komandadır. Baxmayaraq ki, ilk görüşdə uduzurlar, ancaq Bakıdakı oyunda onlar qalib gəlməyə çalışacaqlar. Qapıya doğru uzaqdan zərbə və Weidenfeller yaxşı oynayır. Hər şey yaxşıdır. Qarabağ oyuna çox yaxşı başlayıb. Vüqar Nadirov da hələ ki özünü ən yaxşı tərəfdən göstərir. İlk hücum zamanı da biz Vüqar Nadirovun fəallığını gördük və gənc futbolçu uzaqdan zərbə endirdi. Əslində çox təhlükəli bir zərbə idi və qapçı da bir qədər riskli bir hərəkət etmişdi. Topu buraxa da bilərdi Weidenfeller, ancaq əlbəttə ki, çox təcrübəli bir qapçıdır. Yəqin ki, nə etdiyini çox yaxşı bilirdi. Jürgen Klopp'un müsahibəsi zamanı o Qarabağın futbolçuları haqqında da xoş sözlər söyləmişdi. Xüsusən də oynamayan Əfran İsmailov haqqında onun oyunu gördüyünü və onun çox yaxşı oyuncu olduğunu bildirmişdi. Bəlkə də Əfran İsmailovun oynamamağa məsələgi üçün müəyyən bir üstünlüyü idi. Rauf Əliyev yerdə qalır və cərimə zərbəsi. Qarabağ bu dəqiqələrdə çox fəaldır. Gənc futbolçumuz Rauf Əliyev iki futbolçudan artıq sıyrılmağa çox yaxın idi, ancaq onun qarşısını çox kobudluqla aldılar. Gördüyünüz kimi cinahda Borussia komandasının futbolçuları bir qədər təhlükəli oynadılar və cərimə zərbəsi təyin olundu. Qurbanov çox həyəcanlıdır. Əlbəttə, bugün o da oyunçuları ilə, futbolçuları ilə bərabər ancaq və ancaq qələbə haqqında düşünür. Və Jürgen Klopp. Klopp əlbəttə ki, artıq bəlkə də Avroliqanın klub mərhələsi haqqında fikirləşir. Cərimə zərbəsi. Zərbə ilə Klopp qapının yanından keçir. Çox təhlükəli bir hücum oldu. Yenə də F tapşırığından istifadə etdi Qarabağ komandasının futbolçuları. Vüqar Nadirovun zərbəsi təhlükəli alındı. Əhsən, çox gözəl, çox yaxşı düşünülmüş bir hücum oldu. Daha doğrusu, çox gözəl, standart vəziyyəti yerinə yetirdilər Qarabağ komandasının futbolçuları. Qarşılaşmanın 6-cı dəqiqəsində Vüqar Nadirov hesabı aça bilərdi. Artıq ilk 5 dəqiqə ərzində Qarabağ ard-arda iki təhlükəli epizod təşkil etdi. İki təhlükəli gol epizodu ilə yadda qaldı. Növbəti hücum Rauf Əliyev çox yaxşı oynayır hazırda, ancaq hakim görüşü saxlayır və burada top Rauf Əliyevin əlinə dəymişdi. Səhv etmirəmsə, hakim məhz bu səbəbdən qarşılaşmanı bu məqamda saxladı və Borussia klubunun futbolçulara cərimə zərbəsini yerinə yetirdilər. Kapitanımız Fərhad Vəliyev topu tutdu və dərhal da oyuna başladı. Admir Teli. Telidən uzun bir ötürmə, ancaq ünvansız bir ötürmə idi. Daha doğrusu sürətli bir ötürmə idi və top meydançanı tərk edir. Weidenfeller Borussia Dortmund komandasının təcrübəli qapıcı oyuna daxil edəcək. Rauf Əliyev ilk dəqiqələrdən Vüqar Nadirovla bərabər gənc hücumçumuz da fəal oynamağa çalışır. Yeri gəlmişkən məhz Rauf Əliyev, Georgi Adamya Qarabağla Borussia Dortmund klublarının ilk görüşündə Jürgen Klopp'un Ağdam təmsilçisi heyətində ən çox bəyəndiyi futbolçular olub həmin görüşdə. Jürgen Klopp məhz bu futbolçularımızı bəyəndiyini media işçilərinə bildirib və sarı vərəqə Qarabağ komandasının futbolçusuna göstərilir. Epizodun təkrarı. Vüqar Nadirov
17 nömrəli futbolçumuz bu epizodda Çobud oynamışdı və hakim görüşdə ilk sarı vərəqəsini məhz futbolçumuza göstərdi. Vüqar Nadirova. Borussiyanın hücumu Fərhad Vəliyev hər şeyə nəzarət edir. Əhsən Fərhad topu tutdu və dərhal da komandamızın sürətli hücumu üçün topu öz komanda yoldaşlarına göndərir və daha bir qayda pozuntusu. Ansi Agolli topu itirsə də Lukas Barrios'a qarşı Çobud oynadı. Epizodun təkrarını izləyirik. Paragvaylı futbolçu bu vəziyyətdə yerdə qaldı və indi Borussiya komandasının futbolçuları cərimə zərbəsi olacaqlar. Nuri Şahin Türkiyə yığma komandasının üzvü, gənc futbolçu Borussiyanın əsas heyət üzvüdür. Nuri Şahin cərimə zərbəsini yerinə yetirdi. Qapıya doğru zərbə və top qapının üstündən keçir. Son təmas Qarabağın futbolçularından idi. Hakim künc nöqtəsini göstərir. Samir Abbasov ekranlarınıza gəlir. Görünür bu epizodda yenə müəyyən boşluqlar yaranmışdı Qarabağ komandasının müdafiə xəttində və Samir Abbasov məhz bu epizoda görə öz komanda yoldaşlarının iradlarını bildirir və daim Borussiyanın heyətində artıq standart vəziyyətləri yerinə yetirən bir futbolçu Nuri Şahin yenə küncdən zərbəni yerinə yetirir. Müdafiəçilərini topu uzaqlaşdırmağa çalışırlar. Daha bir zərbə qapıya. Yenə də top Qarabağlı futbolçulara dəydi. Hücum isə davam edir Borussiyanın hücumu. Nuri Şahin topu özündə saxladı. Maksim Medvedev onun irəliləməsinə imkan vermir. Rubins yerdə qalır, cərimə zərbəsi. Andrey Rubins. Sarı vərəqə Kagawa'ya göstərilir. Shinji Kagawa ilk görüşdə 2 golun müəllifi olmuşdu bu futbolçu. Borussiya komandasının Yaponiyalı oyuncusudur. Və o da artıq qarşılaşmada sarı vərəqə alır. Shinji Kagawa. Shinji Kagawa buna qədər Borussiyanın əsas heyət üzvü deyildi və bəlkə də bu səbəbdən ilk görüşdə özünü çox yaxşı tərəfdən göstərməyə çalışırdı və bunu bacardı da məşqçiyə sübut etmək istəyirdi ki, əsas heyətdə oynamalı iddialıdır. Və onun vurduğu 2 gol bəlkə də artıq Yurgen Klopp'u gələcəkdə də əsas heyətdə oynamağa məcbur edəcək. Bu epizodda Qarabağ komandasının futbolçuları bir qədər tələsdilər və inamsız oynadılar. Rəşad Sadiqov komandamızın yarım müdafiə xəttində önəmli oyuncularından biri. Ekranlarımıza gəlmişdi. Onun ötürməsi bir qədər yaxşı alınmadı. Weidenfeller artıq bir qədər həyəcanlamağa başlayıb. Onun mimikasından da bu hiss olunur. Weidenfellerin Qarabağ komandasında oradan da təhlükəli hücumları olub 2 dəfə. Ancaq bir qədər daha rahat və sakit oynamaq lazım hücumlar zamanı. Yəni, ancaq belə hücumlarla sakit və rahat hücumlarla topu rəqib qapısından keçirmək olar. 11-ci dəqiqə. Maksim Medvedev topu outdan oyuna daxil etdi. Top yenidən meydançanı tərk edir və daha bir out yerinə yetiriləcək. Son dövrlərdə ümumiyyətlə Azərbaycan və Almaniya futbol təmsilçilərinin tez-tez artıq dəfələrlə qarşılaşdığının şahidi oluruq. Elə ötən seçmə mərhələ çərçivəsində də Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası Almaniya milli komandası ilə eyni qrupa düşmüşdü. Eyni ilə artıq qarşıda gələn ay start veriləcək Avropa çempionatının Avro 2012-nin seçmə mərhələsində də Azərbaycan milli komandası yenidən Almaniya ilə bir qrupa düşüb A qrupunda mübarizə aparacaq. Və daha bir maraqlı fakt ondan ibarətdir ki, futbolçularımız elə ilk oyununu məhz Almanlara qarşı keçirəcəklər. Sentyabrın 7-sində Köln şəhərində olacaq bu qarşılaşma və qeyd edək ki, həmin oyun da Azərbaycan televiziyası və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq bu qarşılaşma. Biz artıq Almanlarla qeyd etdiyimiz kimi 2 dəfə qarşılaşmışıq. Bakıda və Hannover şəhərində. Hannover şəhərində görüş Almanların böyük hesablı qələbəsi ilə başa çatıb. Bakıda da onlar 2-0 hesabı ilə qalib gəliblər. Ancaq qeyd edək ki, heç də həmin qarşılaşmalarda Azərbaycan futbolçuları pis təsir bağışlamayıblar. Əlbəttə, hamı gözləyir ki, bütün futbol sevərlər gözləyir ki,
sentyabrın 7-sində keçiriləcək oyunda da Azərbaycan milli komandası Almanlarla güclü rəqibi ilə başa-baş mübarizə aparacaq. Bu mənada yaxşı nəticəyə də ümid etmək olar, ancaq qeyd edək ki, rəqib çox güclüdür. Son dünya çempionatının bugün mükafatçısıdır və həmin çempionatda çox yaxşı oyun göstərən komandalardan biridir. Patrik Olomayela görüşdə meydana çıxmamışdı. Blaşikovski bugün əsas heyətdə yoxdur, Polşalı futbolcu. Olomayela məhz onun əvəzinə meydançada mübarizə aparır. Ancaq qeyd edək ki, məhz Blaşikovskinin mövqeyində deyə, Blaşikovskinin mövqeyində Pişek oynayır bugün, digər Polşalı futbolcu və Pişekin ötən oyunda, keçən qarşılaşmada oynadığı mövqeydə sağ cinah müdafiəçisi mövqeyində bugün Olomayela mübarizə aparır. Yəqin ki, tamaşaçılar da artıq dəqiqələrdən bunu hiss ediblər, bunu görürlər. İləliyə doğru ötürmə Rauf Əliyev orada topa çatmağa çalışırdı, ancaq xeyr. Topa çata bilmir, lakin bildirir ki, Borussia komandası cərimə zərbəsini yerinə yetirəcək. Burada Rauf Əliyevin Subotiçlə mübarizədə qaydanı pozduğunu bildirdi qarşılaşmanın Belçikalı baş hakimi Serge Biyumenli. Weidenfeller təcrübəli bir qapçı, uca boylu, yaxşı fiziki göstəricilərə malik. Weidenfeller cərimə zərbəsini yerinə yetirdi. Barrios. Şmelzer. Top meydandan çıxır. Qonaqlar top altdan oyuna daxil edəcəklər. 15-ci dəqiqə 0-0'lıq bərabərlik davam edir. Ansi Agol ekranlarımıza gəldi. Qarabağ komandasının Albaniyalı futbolçusu. Həm o, həm də Admir Teli Avro 2012-nin seçmə mərhələsində Albaniya yığma komandasının oyununa dəvət alıblar. Qarabağ komandasının heyətində bildiyiniz kimi 4 legioner futbolçu var. Bunlardan bir nəsində legioner hesab etmək olmaz. Georgi Adamiya artıq Azərbaycanda legioner statusu ilə oynamayan bir futbolçudur. Yəqin bunu bilirsiniz. Və Gürcüstanlı futbolçudan əlavə 2 Albaniyalı futbolçu var. Qarabağın heyətində Admir Teli və Ansi Agolli və eyni zamanda Andrei Rubins, Latviya milli komandasının futbolçusu. Və Teli ilə Agolli ilə bərabər Rubins də Latviya milli komandasının heyətinə çağırılıb. Avro 2012-nin seçmə mərhələsində ilk oyun üçün. Fərhad Əliyev yerindədir. Olomayela'nın birbaşa qapıya göndərdiyi topu Fərhad Vəliyev çətinlik çəkmədən tutdu. Azarkeşlərimiz Qarabağ klubunun azarkeşləri ekranlara gəldi. Qeyd etdiyimiz kimi bugün qarşılaşmanı 13-14 min azarkeş izləyir. Top Qarabağ komandasında Sadıqov. Rəşad Sadıqov Ansi Agolli ilə oynayır. Agolli yenidən Rəşad Sadıqov. Adaşı Sadiqov'da oynadı. Burada Samir Abbasov ilk götürməsi zamanı bir qədər qeyri-dəqiq oynamışdı. Yenidən top Samir Abbasov'dadır. Maksim Medvedev. Medvedevin Almaniyalı futbolçu ilə mübarizəsi var. Hakim bildirir ki, burada Azərbaycanlı futbolçu Qarabağın oyuncusu qaydanı pozmuşdu. Epizodun təkrarı. Şmeltser ilə mübarizədə çoxu da oynadı Maksim Medvedev. Hummels. Gross. Ona yönəlmişdi bu ötürmə. Lakin dəqiq olmur. Qarabağın da hücumu yarımçıq qaldı. Çünki top meydandan çıxmışdı və out atışı meydan sahiblərindəndir. Rəşad Sadıqov. Sadıqovdan irəliyə ötürmə. Rauf Əliyev üçün sürətli bir ötürmə oldu. Top meydandan çıxır. Weidenfeller yenə də qapıcı vuruşu ilə oyuna başlayacaq. Çox çalışır əlbəttə ki, Qarabağın irəlidə olan oyuncuları həm Rauf Əliyev, həm də Vüqar Nadirov. Sırf Vüqar hücumçu mövqeyində mübarizə aparamasa da o bildiyiniz kimi sol cinah müdafiəçisi mövqeyində oynayır. Bununla belə həm Vüqar, həm də Rauf ilk dəqiqələrdən çox fəaldılar. Bir
qədər Adamiyanın biz hələ ki o qədər də fəal görmürük. İlərləyən dəqiqələrdə bu futbolçunun da driblinglərinə, yaxşı texnikalı oyununa ümid etmək olar. Qurban Qurbanov ilk arxada qalan artıq 17 dəqiqə ərzində Qurban Qurbanovun yetirmələri hələ ki özlərindən yaxşı tərəfdən göstərirlər. Subotic, Pişek top itirir. Adamiya, Rafəliyev bir qədər tələsdi. Götürməsi dəqiq alınmır. Hammels, Subotic. Subotic'dən diagonal ötürmə. Pişek istiqamətinə. Nuri Şahin. Top Qarabağ futbolçularındadır. Teli. Admir Teli. Maksim Medvedev. Uzun ötürmə Maksim Medvedevdən yenə də uzun ötürmələrdən istifadə edir Qarabağ. Fikir verirsinizsə bu dəqiqələrdə. Ancaq fikircə qısa ötürmələrlə, sürətli keçidlərlə rəqibin müdafiə xəttini yarmaq bəlkə də daha asan olur. Bütün ötürmələr zamanı özünüz də görürsünüz, uca boylu fiziki cəhətdən yaxşı formada olan Borisov klubunun futbolçuları bu ötürmələrin qarşısını asan olasılıqlar. Nuri Şahindən diagonal ötürmə, cross istiqamətinə. Burada Maksim Medvedev yaxşı oynayır. Pişek top itirir, Admir Teli topladı. Oyun yavaş-yavaş bərabərləşir, görürsünüz. İlk dəqiqələrdən əgər Qarabağın müəyyən ərazi üstünlüyü var idisə, bu dəqiqələrdə Borisov futbolçuları oyunu bərabərləşdirməyə nail olublar. Mərkəzdə rəqibin hücum qurulması zamanı artıq pressing tətbiq edərək həmin hücumların qarşısını almağa çalışırlar. Qarabağın hücumları zamanı top itkilərə çox yol verilməsi bəlkə də hücumların kəsərini azaldır. Agolli. Rafəliyev. Rafəliyevdən gözəl hərəkətlər son anda futbolçumuz topu itirdi. Əlbəttə burada futbolçumuzun bir qədər gənc olması, təcrübəsiz olması da öz sözünü deyir. Onlar müəyyən qədər, gənc futbolçularımız müəyyən qədər tələskənliyə yol verirlər. Rəşad Sadıqov. Rəşad Sadıqovdan gözəl ötürmə, Weidenfeller topu əllə götürmək istəyirdi və bu qapçı bir qədər səhvə də yol verdi görünüşün bu epizodda və topu meydandan çıxartdı. 2-cü zərbəsini Qarabağ futbolçuları yerinə yetirəcəklər. Epizodun təkrarını izləyirik. Ötürmələr zamanı sürətli keçidlər, cümahla keçidlər rəqib üçün real təhlükədir. Şmeltser ekranlarınıza gəldi. Rəqibin daha bir təcrübəli futbolçusu. Alt yerinə yetiriləcək. Top altdan meydançından çıxır. Ona görə də Agolli ilə Qarabağ komandası altı yerinə yetirir. Adamiya top itirdi. Barrios Admir Teli ilə mübarizə apardı. Teli topu meydandan çıxarır. Qonaqlar topu yan xəttdən oyuna daxil edirlər. Ovomayela. Jürgen Klopp da hazırda həmkarı Qurban Qurbanovla birlikdə məşqçilər üçün ayrılmış texniki zonadadır. Top yenidən meydançana tərk edir. Ovomayela. Qapıya doğru uzadan zərbə indirilir. Ancaq top qapının üstündən keçdi. Rafəliyev ekranlarınızda gördünüz. Bir təhlükəli hücumumuz alına bilərdi. Yenə də Borussia komandasının müdafiəçiləri sayğı əldən vermirlər. Əlbəttə belə həmlələrdən tez-tez istifadə etmək lazımdır. Yalnız sürətli ək hücumlarla komandamız nə vaxtsa rəqibi mütləq səhv etməyə məcbur edəcək. Birdən zərbə Vüqar Nadirovla yerinə yetiriləcək. Nadirov topu Adamiyə göndərdi. Adamiyə geriyə ötürmə.
Vüqar Nadirov. Barrios müdafiəçilərin köməyinə gələn hücumçu topu meydandan çıxartdı. Lucas Barrios ekranlarınıza gəlir. Argentina əsilli Paragvaylı futbolçu. Rəşad Sadiqovdan gözəl hərəkətlər. Maksim Medvedev. Rəşad Sadıqov. Borussiya bütün komanda ilə bu dəqiqələrdə müdafiəyə çəkilmişdi. İlərdə yalnız Barrios var idi. Ancaq o da müdafiəçilərə kömək etməyə çalışırdı. Top meydandan çıxır. Out. Qarabağ futbolçuları yerinə yetirəcəklər. Rubins bir qədər əvvəl yaxşı oynadı. Topun məhz rəqib futbolçudan meydandan tərk etməsini şərait yaratdı futbolçu. Maksim Medvedev altı yerinə yetirir. Rəşad Sadıqov. Adamyan. Agolli. Top yenə meydançanı tərk etdi. Və növbəti gün zərbəsi yerinə yetiriləcək. Lucas Barrios da müdafiəçilərə kömək etmək üçün geriyə gəldi. Öz qapısının yaxınlığında hazırda Qarabağ futbolçularına mane olmağa çalışacaq. Barrios topu irəliyə doğru göndərir. Burada isə Borussiyanın futbolçularından heç kim yoxdur. Top meydançanı tərk etdi. 24 dəqiqə geridə qalıb hörmətli tamaşaçılar. 24 dəqiqə ərzində Qarabağ komandasının müəyyən ərazi üstünlüyü var. Əlbəttə ki, bu ərazi üstünlüyü hələ ki qolla nəticələnməyib. Ancaq futbolçularımız səy göstərirlər. Bakıya xeyli sayda təxminən 1000-1500-ə yaxın Borussiyalı azarkeş də gəlib bu qarşılaşmanı canlı olaraq izləmək üçün. Kagawa. Kagawa meydanın mərkəzində topladı. Kagawanın ötürməsi. Agolli yaxşı oynayır. Samir Abbasov. Vüqar Nadirov. Maksim Medvedev. Telli ilə oynuyor. Telli. Rəşad Sadıqov. Sadiqov. Agolli. Agolli'dən geriyə ötürmə izlədik. Samir Abbasov bir qədər ehtiyatlı oynamaq lazımdır. Nuri Şahin orada pressing tətbiq edirdi. Rauf Əliyev çox geriyə çəkilir. Rauf Əliyevin əlbəttə belə geriyə çəkilmələri hücumlarımızın bir qədər kəsərini də azaltmaqdadır. Top meydandan çıxdı. 6 Qarabağ futbolçuları yerinə yetirəcəklər. Samir Abbasov yerdə qalır. Hakim onu davam etdirir. Kagawa. Qapıya doğru zərbə, oyundan kənar vəziyyət. Oyundan kənar vəziyyət, bu gol hesabı alınmayacaq. Offside. Əhsən indi yan xətt hakimi çox düzgün, dəqiq və vaxtında qərar qəbul edərək bu vəziyyətdə oyundan kənar vəziyyət olduğunu bildirdi. Ancaq bu bir real təhlükədir. Ona görə müdafiəçilərimiz üçün bir real təhlükədir, bir xəbərdarlıq siqnalıdır. Müdafiədə çox diqqətli oynamaq lazımdır. Nəzərə alaq ki, rəqibin heyətində Kagawa, Nuri Şahin və Barrios kimi texnikalı, sürətli futbolçular var. Onlar hər an oyuna müdaxilə edə biləcək, oyunun nəticəsini dəyişə biləcək futbolçulardır. İlk görüşdə də bu futbolçuların Borussiyanın qələbəsində böyük xidmətləri olmuşdu. Rauf Əliyevə qarşı yenidən kobudlu cərimə zərbəsi. Ağdam futbolçuları cərimə zərbəsi vuracaqlar. Təbii ki, yenə də Rəşad Sadıqov. Rəşad Sadıqovdan əliyə ötürmə. Barrios yenə müdafiədə yaxşı oynayır. Müdafiəçi olmayan bir futbolçu.
Topu cərimə meydançasından uzaqlaşdırdı. Daha bir 6 yerinə yetiriləcək. Borussia komandasından əlavə nəsə danışmağa ehtiyac yoxdur. Bu komanda Avropanın ən tanınmış klublarından biridir. 6 dəfə Almanya çempionluğu var bu komandanın. 4 dəfə gümüş medal qazanıb Bundesligada. Agolli. Agolli. Bu qarşıda ötürməsi. Burada Subotic topu ələ keçirir. Bunu dərhal irəliyə doğru göndərir. Samir Abbasov meydandan çıxartdı. Bəli, 6 Almanya çempionluğu, 4 vitse çempionluq, 2 dəfə Almanya kubokunun qalibi, 4 dəfə Super Kubokun, Almanya Super Kubokunun qalibi. ...1997-ci ildə Çempionlar Liqasının qalibi. Həmin oyunu yəqin ki, futbol sevərlər yaxşı xatırlayırlar. Borussia finalda çox güclü olan Juventus'u məğlub etməyə bacarmışdı. Bir dəfə isə UEFA Kuboklar Kuboku turnirində qalib gəlib. Uzaq 1966-cı ildə. İki dəfə isə UEFA Kubokunun finalında oynayıb. Həmçinin Çempionlar Liqasını qazandığı il Borussia komandası deyilək ki, qitələr arası Kuboku da qazanmağa bacarıb. Bəlkə də həmin heyət Borussia'nın tarixində ən möhtəşəm, ən yaxşı heyətlərdən biri olub. Zammer, Müller, bir sıra digər aparıcı futbolçular Alman futbolunun aparıcı simaları Borussia komandasında oynayıblar. Əlbəttə, son illər bir qədər əvvəlki əzəmətini itirsə də Borussia Borussia'dır. Bundesliqanın sonuncu mövsümündə bu komanda 5-ci yeri tutub. Nəticədə Avroliqa yarışlarında mübarizə aparmaq yolunu əldə edib. Playoff mərhələsində mübarizəyə başladı. Playoffda da rəqibi Qarabağ oldu. Qarabağ növbəti ikinci ötürməsini yerinə yetirdi, ancaq bir qədər yaxşı yerinə yetirilmədi bu zərbə Vüqar Nadirov tərəfindən. Ekranlarınıza gəlir gənc futbolçu. İlk oyunda o ikinci hissədə meydançaya daxil olmuşdu. Məhz birinci hissədə onun əvəzinə Emin İmaməliyev mübarizə aparırdı. Əslində bu mövqeyi yaxşı bilirsiniz ki, Əfran İsmayılovun mövqeyidir. Bu mövqedə Əfran İsmayılov oynamalı idi. Ancaq təəssüf ki, adi bir çempionat oyununda Neftçi ilə qarşılaşmada futbolçunun istənmədən zədələnməsi Qarabağın da milli komandamızın da əleyhinə oldu. Gördüyünüz kimi Qarabağın Borussia ilə çox önəmli qarşılaşmalarını buraxmaq məcburiyyətindədir Əfran İsmayılov. Eləcə də milli komandamızın qarşıda sentyabrın 7-sində Almaniya ilə, bəlkə də elə oktyabrda ayında Avstriya və Türkiyə ilə qarşılaşmaları da buraxmaq məcburiyyətində qalacaq. Hər halda buna həkimlər qərar verəcəklər. Birisi Əfran İsmayılova şəfa diləyirik və tez bir zamanda onun sağalıb yenidən komandasının heyətinə qayıtmasını istəyirik. 32-ci dəqiqə Qarabağ Borussia qarşılaşmasında hesab açılmayıb. Bir gol vurulub. Həmin gol ofsaytdan vurulmuşdu. Ona görə hesabı almadı. Borussia futbolçuları həmin golu vurmuşdular. Daha bir təhlükəli hücum. Müdafiəçilər yenə də azacıq sayıqlığı itiriblər və Fərhad Vəliyev orada Borussia komandasının futbolçusu yerdə qalıb. Yəqin ki, indi hakim görüşü saxlayacaq. Ola bilsin ki, həkimlər briqadası meydançaya daxil olsun. Yəni, həkimlər briqadası meydançaya daxil olur. Şübhəsiz ki, Qarabağ komandasının uğuru həm də ümumi Azərbaycan futbolunun uğurudur. Bu isə son illər ölkəmizdə bütün idman növlərində olan inkişafın bir göstəricisidir və həmin inkişaf futbolda sirayət edir. Düzdür, hələ ki futbolumuzda çox da böyük uğurlar olmasa belə, hər halda bu uğurlar üçün uğurlu bir başlanğıc qoyulur. Ancaq digər idman növlərində həm fərdi, həm də komanda idman növlərində Azərbaycan idmanının böyük uğurları var və bunu yəni qeyd edək ki, təkcə usta idmançılarımız deyil, eləcə də
yeniyetmə idmançılarımız da sübut edirlər. Elə son Singapurda keçirilən yeniyetmələrin birinci yay olimpiya oyunları da bunu sübut etdi. Azərbaycan idmançıları həmin olimpiya oyunlarında 8 medal qazandılar. 5 qızıl, 3 gümüş. Qarabağın hücumunu izləyirik. Ancaq Weidenfeller topu tutdu. Borussia komandasının təcrübəli qapçısı və hazırda oyuna başlayacaq. Lucas Barrios, Nuri Şahin. Pişek. Şmeltser hücumu qoşulmuşdu, lakin müdafiəçilərimiz bu dəfə diqqətli oynadılar. Şmeltserin ötürməsinin qarşısını aldılar. Rauf Əliyev. Yine de Qarabağın iki futbolçusu bir-birini başa düşməli. Əslində isə çox gözəl hücum alına bilərdi. Rubins irəliyə doğru şığıdı. Rauf Əliyev isə məhz onun istiqamətinə ötürmə verməyi nəzərdə tutmuşdu. İki futbolçu arasında anlaşılmazlıq yarandı. Hammels, Grosskreutz, Nuri Şahin, Subotic. Subotic'dən diagonal ötürmə irəliyə doğru Barrios. Zərbə və top qapının üstündən keçir. Təhlükəli oldu. 35-ci dəqiqədə Borussia futbolçuları hesabı açmaq üçün yaxşı imkan əldə etdilər və son təmas məhz Fərhaddan gəlmişdi. Hakim bildirir ki, Fərhad Vəliyevin topa təması var idi və ona görə də gəlin izləyək. Əslində bu qərarla mübahisə etmək olar. Bir qədər əvvəlki rakursdan Fərhadın topa toxunması heç də görünmür. Nuri Şahin gün zərbəsini yerinə yetirir. Fərhad Vəliyev topu uzaqlaşdırdı. Daha bir ötürmə və Fərhad Vəliyev yerindədir. Dərhal topu irəliyə doğru göndərdi Vüqar Nadirov. Hammels yaxşı oynadı. Nadirov orada mübarizəni davam etdirirdi. Top Qarabağın futbolçularında qalır. Rubinsdən əvvəl Borussia futbolçu və daha sonra Ovomayella. Nuri Şahin. Altı yerini yetirmək üçün topu Ovomayella'ya verdi. Ovomayella 6 yerini yetirir. Barrios top yitirdi. Rubins. Subotic topu qapçısına ötürdü. Weidenfeller. Top meydandan çıxır. Azarkeşlər Elvin qışqırırlar bu şüarlar Qarabağın və milli komandamızın oyuncusu Elvin Məmmədov üçün. Elvin Məmmədov Qarabağın həyətində son vaxtlar əsas heyətə düşə bilməsə də milli komandamızın əsas heyət oyuncusudur. Adamya. Rauf Əliyev. Adamya. Sadigov. Sadigov deyirlər. Topu özündən irəliyə buraxdı. Artıq dərhal Borussiyanın futbolçuları top Qarabağ komandasının oyuncularda olarkən elə yaxın oynayırlar ki, elə yaxın mübarizə aparırlar ki Qarabağın oyuncularına. O zaman hər bir ötürmə zamanı çox diqqətli oynamaq tələb olunur. Çünki dərhal Borussiyanın oyuncuları həmin nöqtəyə yetişirlər və topu ələ keçirməyə çalışırlar, topu rəqibdən uğurlamağa çalışırlar. Rəşad Sadıqov. Sadigov qayda pozuntusu. Bu dəfə isə Borussiyanın futbolçusu qaydanı pozdu. Nuri Şahin. Agoli.
Kelly Cəhm yerdi. Bir-birinə ötürmə verdi. Albaniyalı futbolçular. Yenidən top Agolli'dədir. Rubins. Top itirilir. Ehtiyatlı olmaq lazımdır. Kagawa. Kagawa'nın ötürməsi. Barrios. Top Barrios'un əlinə dəymişdi. Bəli, tamamilə doğru bir qərardır. Hakim doğru qərar qəbul etdi. Lucas Barrios ekranlarınıza gəlir. Argentina əsilli. Atası Argentinalı, anası Paragvaylı olan bir futbolçu. Argentina yığmasına çağırılmaması onun məhz Paragvay yığmasından gələn dəvəti qəbul etməsinə səbəb oldu. Hazırda Paragvay yığmasının da oyuncusudur. Dünya çempionatında da Paragvay yığması niyyətində mübarizə apardı. Diagonal ötürmə. Vüqar Nadirov. Vüqar Nadirov topu meydançada saxlaya bildi. Ondan ötürmə. Weidenfeller topa toxundu və təhlükəni sovuşturdu. Çox təhlükəli ötürmə idi. Vüqar Nadirovun ötürməsini qeyd etməliyik. Agolli, Samir Abbasov. Samir Abbasov ötürməsi və top Weidenfeller'ə doğru gəlir. Kagawa'dan topu alırıq. Rəşad Sadıqovdan gözəl hərəkətlər. Topu özündə saxlaya bildi bu futbolçu. Maksim Medvedev sürətli irəliləyir. Medvedevdən ötürmə. Rauf Əliyev. Son anda Hamyas topu uzaqlaşdırdı. Samir Abbasov bu dəqiqələrdə Qarabağ yenidən üstünlüyü qazanıb. Adamya ancaq yenə də sürətli ötürmə oldu. Son 5 dəqiqə birinci hissədə oynanılacaq. Qarabağ Borussia görüşündə. Qarabağ yaxşı təsir başlayır. Hücumlar qurur, hücuma səy göstərir. Gol vurmağa çalışır. Ancaq hələ ki bu səylər o qədər də yetərli deyil. Bəlkə də daha mütəşəkkil təşkil olunmuş hücumlar qurulsa, bir qədər futbolçularımız tələsməsə, daha ağıllı, daha sakit oynasalar, yəqin ki gol da gələcək. Qarabağ bu mövsüm məhz bu arenada azarkeşlərimizi xeyli sevindirib. Tez-tez futbol azarkeşlərimizə möhtəşəm qələbələr göstərib. Qapıya doğru zərbə təhlükəli alandı, ancaq top qapının üstündən keçdi və Fərhad Vəliyev qapçı vuruşu ilə oyuna daxil edəcək topu. Kel qapıya doğru zərbə indirdi. Bastian Kel ancaq yaxşı ki onun zərbəsi məhz alınmadı. Təhlükəli ola bilərdi. Nuri Şahin. Barusiyanın hücuma alınmadı, top meydandan çıxır. Əlbəttə, əgər ilk görüşdə heç olmasa 0-2 hesablı nəticə olsaydı və yaxud da 2-1 və yaxud da 3-1, onu Bakıdakı oyunun əhəmiyyəti daha artıq olacaqdı. Ən azı Bakıda da eyni hesablı qələbəyə Qarabağ ümid edə bilərdi. Ancaq təəssüf ki, müəyyən səhvlər, qapçımız Fərhad Vəliyevin səhvi, eləcə də müdafiədə buraxılan səhvlər Qarabağın böyük hesablı məğlubiyyətə səbəb oldu. Rauf Əliyev Rauf Əliyevin qarşısını çətinliklə də olsa Subotic ala bilir. Təcrübəli müdafiəçi. Jürgen Klopp öz sözlərində bəlkə də yanılmayıb. Rauf Əliyev, eləcə də digər gənc futbolçularımız Əfran İsmailov kimi futbolçular Bundesligada oynamağa qadir oyunculardır. Nəinki Bundesligada, hətta Avropanın digər çempionatlarında da. Məhz belə oyuncuların yetişdirilməsi çox vacibdir bu baxımdan. Azərbaycan klublarının, təkcə Qarabağın deyil, digər klublarımızın da öhdəsinə böyük işlər düşür. Futbolun inkişafı üçün ehtiyat komandalara, əvəz edici heyətlərə, uşaq komandalarına böyük önəm vermək lazımdır. Yenidən Qarabağın hücumu ötürmə bir qədər dəqiq alınmadı. Birinci hissənin son dəqiqələrində vurulan hər hansı bir gol Qarabağımıza, Qarabağ komandasına əlavə stimul verə bilər.
Kagawa. Pişek. Şmelter. Barrios zərbənin qəşəsinə daxil oldu. Ehtiyatlı olmaq lazımdır. Barrios'un zərbəsi və top qapının yanından keçdi. Gördüyünüz kimi bu futbolçu yenə də başla zərbə endirməyə nail oldu Lucas Barrios. Çox təhlükəli bir hücumçudur. İlk görüşdə bir həftə əvvəl Dortmundun Signal Iduna Park arenasındakı görüşdə Barrios 2 qolun müəllifi oldu Kagawa ilə bərabər. Nelson Valdes'i Borussia komandası Nelson Valdes'i öz heyətindən buraxdı İspaniyanın Hercules komandasına. Deyək ki, bu futbolçu Borussia'nın əsas heyət üzvlərindən, aparıcı oyuncularından idi. Əlbəttə ki, artıq bu futbolçunun yoxluğunda irəlidə hücum xəttində Barrios'un üzərinə əsas məsuliyyət düşür. Diqqət, təhlükəli bir nöqtədən Borussia futbolçuları cərimə zərbəsi vuracaqlar. Belçikalı hakim Serge Yumeni canlı səddin düzgün məsafəyə çəkilməsini tələb edir. Qapıya doğru uzaqdan zərbə, top canlı səddə dəyərək meydançanı tərk etdi. Jabulani topları ilə oynanılır bu qarşılaşmada, ona görə də bir qədər qapçılar da çox ehtiyatlı oynamağa çalışırlar. Bildiyiniz kimi bu top xüsusilə zərbələr vurularkən qapçılar üçün çox təhlükəli alınır. Zərbə vurarkən topun xüsusi çəkiyə malik olması, bir qədər sürətini artırması bu topa aid olan xüsusiyyətlərdən biridir və yeri gəlmişkən sonuncu dünya çempionatında son anda topun qarşısını kəsdik. Futbolçularımızdan biri, səhv etmirəmsə, bu ya Agolli ya da Maksim Medvedev idi. Topun qapıdan keçməsinə mane oldu. Yoxsa əks halda Borussia hesabı açacaqdı. Bəli, çox təhlükəli hücum. Məhz künc ötürməsindən sonra Dortmund futbolçuları hesabı açmağa çox yaxın idilər. Budur Ovomayela'nın. Daha doğrusu burada Hummels qapıya doğru zərbə indirdi. Bir qədər bəxtimiz də gətirdi. Və artıq qapıya doğru zərbədən sonra təhlükə sovuşur. Beləliklə, hakim birinci hissənə başa vurdu, hörmətli tamaşaçılar. Cəmi 1 dəqiqə əlavə vaxt oynanıldı, heç o da tam olaraq oynanılmadı. Əlbəttə, böyük fasilələr olmamışdı. Beləliklə, Qarabağ Borussia Dortmund qarşılaşmasında ilk 45 dəqiqə başa çatdı. Hələ ki, oyunda qol yoxdur və komandalar fasiləyə yollanırlar. Qısa fasilədən sonra yenidən sizinlə birlikdə olacağıq. Hörmətli tamaşaçılar, Tofiq Bəhrəvandan Respublika stadionu, ölkəmizin baş arenasından Azərbaycan televiziyası, İdman Azərbaycan telekanalı canlı reportajını davam etdirməkdədir. Avroliqanın play-off mərhələsinin təkrar görüşü, Qarabağ Borussia Dortmund qarşılaşması ikinci hissə bir qədər sonra başlayacaq. Hazırda Borussia komandasının futbolçuları yavaş-yavaş meydançaya doğru gəlməyə başlayıblar. Qarabağ komandasının futbolçuları isə hələ ki yoxdur. Bir qədər sonra onlar da soyunub geyinmə otaqlarını tərk edəcəklər. Birinci hissədən sonra hesab açılmayıb. 0-0'lıq bərabərlik davam etməkdədir və birinci hissə haqqında qısaca nə demək olar? Qarabağ ilk oyunla, yəni Borussia'nın meydançasında Dortmund şəhərindəki Signal Iduna Park arenasında keçirilən ilk oyunla müqayisədə çox yaxşı təsir bağışlayır bu görüşdə və qeydək ki, oyuna da məhz hücumlarla başladı. Qarabağ komandası ard-arda 2 təhlükəli epizod qeydə alındı. Həmin epizodlarda Vüqar Nadirov hesabı açmağa çox yaxın idi. Ancaq təəssüf ki, bu epizodlar zamanı futbolçumuzun zərbələrində dəqiqlik çatışmadı. Qarabağ komandasının futbolçuları alqışlar
alqışlarla meydançaya daxil olurlar. Nuri Şahin ekranlarınıza gəlir. Şübhəsiz ki, o da Bakı publikası üçün diqqət mərkəzində saxlanılası bir oyuncudur. Təxminən bir aydan sonra bu meydançada Azərbaycan-Türkiyə görüşü keçiləcək və Nuri Şahin də Türkiyə yığma komandasının heyətində Bakıya gələcək. Hörmətli tamaşaçılar, qeyd edək ki, Azərbaycan televiziyası və İdman Azərbaycan telekanalı ilə bərabər 105 FM dalğasında Azərbaycan radiosunda da bu görüşü radio dinləyiciləri canlı yayımda dinləyə bilərlər. Bəli, Nuri Şahinlə danışdıq. Azərbaycan milli komandasının Avro 2012-nin seçmə mərhələsində mübarizəsi başlamaqdadır. Sentyabr ayının 7-sində Almaniyada, Köln şəhərində Renninger Stadiumda Almaniya-Azərbaycan qarşılaşması olacaq. Bir ay sonra oktyabr ayında 2 daha məhsul görüş var. Əvvəlcə Avstriyada, Viyanada Avstriya-Azərbaycan, 4 gün sonra isə Bakıda Türkiyə, Azərbaycan-Türkiyə qarşılaşması olacaq. Çox maraqlı oyunlar. Əlbəttə hələ oyunlara var. Hazırda isə bütün diqqətlər Avroliqanın play-off mərhələsinin təkrar qarşılaşmasındadır. İlk görüşdə 0-4 hesabı ilə məğlub olan və bu məğlubiyyətə layiq olmayan Qarabağ təkrar oyunda bu məğlubiyyətin heç olmasa əvəzini çıxmağa can atır. Və bunu bacara biləcək gücdədir. İlk yarıda biz Qarabağın yaxşı oyununun, maraqlı oyununun şahidi olduğu və görə ikinci hissədə Qarabağ futbol sevərlərimizi qolla sevindirə biləcəkmi? İkinci 45 dəqiqə start götürür və komandaların heyətləri ilə sizləri tanış edirəm. Qonaqlar Borussia komandası. Hər hansı bir dəyişiklik olmayıb zənnimcə. Qapını Roman Weidenfeller qoruyur. 4 Neves Subotic, 5 Sebastian Kell komandanın kapitanı, 8 Nuri Şahin, 15 Matias Hummels, 18 Lucas Barrios, 19 Kevin Grosskreutz. Qarabağın hücumu, qapıya doğru zərbə, ancaq Agolli'nin, daha doğrusu Rubins'in zərbəsi və top qapının xeyli üstündən keçdi. Borussia'nın heyətini sizlərə təqdim etməkdə davam edirəm. 19 Kevin Grosskreutz, 23 Shinji Kagawa, 25 Patrick Ovomayela, 26 Lukas Piszek və 29 Marcel Schmelzer. Borussia komandasının baş məşqçisi Jürgen Klopp'dur. Qarabağın heyəti, Qarabağın qapısını Fərhad Vəliyev qoruyur, komandanın kapitanı. 5 Maksim Medvedev, 6 Rəşad Sadiqov, 11 Rauf Əliyev, 13 Samir Abbasov, 17 Vüqar Nadirov, 24 Ademir Teli, 25 Ansi Agolli, 31 Andrei Rubins və 77 Georgi Adamya. Qarabağın baş məşqçisi Qurban Qurbanovdur. Təhlükəli bir hücum izlədi, ancaq qapı qarşısına ötürmədən sonra Fərhad Vəliyev topu tutdu. Bugünkü görüşü Belçikadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Sergi Gümenidir. Ona Mark Simons və Danny Huyens kömək edirlər. Ehtiyat hakim isə Yuri Van der Veldedir. Hakim inspektor Suheyl Daud İsraildəndir. UEFA nümayəndəsi isə Nikolay Varabyov Ukraynanı təmsil edir. Birinci hissə haqqında danışaraq qeyd edim ki, bəli, Qarabağ komandasının hücumları oldu. Müəyyən qol vəziyyətləri təşkil olundu və Borussia komandası da bir neçə epizodda qapımız qarşısında real təhlükə yaşatdı. Müdafiə xəttimizə bir epizodda top qapıya vuruldu, ancaq həmin epizodda oyundan kənar vəziyyət qeydə alınmışdı. Digər bir epizodda isə bəxtimiz gətirdi və Qarabağın futbolçusu topu boş qapıdan çıxartdı. 2 dəfə Almanlar hesabı açmağa çox yaxın oldular. İlk yarıda komandamızda ən fəal olan futbolçulardan Vüqar Nadirovu, Rauf Əliyevi qeyd etmək olar. Məhz bu iki futbolçu hücum xəttində qərarlaşan oyuncularımız çox fəallıq nümayiş etdirirdilər. Sadıqov Samir Abbasovla oynuyor. Samir Abbasov burada topu itirir. Borussia komandasının hücumu başlayır Lucas Barrios'la. Teli. Adamya topu özündə saxlaya bilmədi. Maksim Medvedev. Və top Hummels'dan meydançanı tərk etdi. 15 nömrəli futbolçudan, mərkəz müdafiəçisindən. 2 uca boylu mərkəz müdafiəçisi Subotic və Hummels Borussia komandasının mərkəz müdafiəçiləri qismində mübarizə aparırlar. Kagawa'dan cinaha ötürmə, Grosskreutza doğru, ancaq bir qədər sürətli ötürmə oldu, top meydandan çıxdı. Ademir Teli outla topu Fərhad Vəliyevə doğru göndərir.
Nuri Şahin. Ancaq ondan əvvəl orada qayda pozuntusu var idi. Hakim bildirir ki, cərimə zərbəsini Qarabağ klubunun futbolçuları yerinə yetirməlidirlər. Rəşad Sadiqov. Samir Abbasov. Sadiqov. Samir Abbasov. Adamya top itirir. Olomayela. İlk oyunla müqayisədə Borussia heyətində bir dəyişiklik var. Blaşikovski Polşalı futbolçu meydanda yoxdur. Onun əvəzinə Patrik Olomayela bugün start heyətində mübarizə aparır. Olomayela ilk görüşdə Pişekin oynadığı mövqedə çıxış edir. Lukas Pişek sağ cinah müdafiəsi mövqeyində oynayırdı. İndi isə Blaşikovskinin mövqeyində çıxış edir. Öz həm yerlisi yoxdur, ancaq Pişek onun mövqeyində irəlidə sol cinah yarım müdafiəçisi mövqeyində mübarizə aparır. Nuri Şahin Subotiç ilə oynayır. Subotiç Baryosun baş zərbəsi, top Rəşad Sadıqovda qaldı. Maksim Medvedev. Maksim Medvedevdən gözəl hərəkətlər. Bir futbolçudan sıyrıldı Maksim Medvedev. İkincisini də keçməyə çalışır. Buna nail ola bilmir. İkinci Kagawa. Nuri Şahin və Borussiyanın növbəti hücumu başlayır. Kagawa. Sebastian Kell. Kapitan toplaydı. Subotiç. Kagawa. Şahin. Roskrots. Schmelzer və Schmelzer götürməsi dəqiq alınmır. 29 nömrəli futbolçu, cinah müdafiəçisi Borussiyanın oyuncusu ekranlarınıza gəlir. Schmelzer, Nuri Şahinin ona doğru ötürməsi, ancaq Schmelzer topu qapı qarşısına göndərərkən bir qədər inamsız oynadı. Samir Abbasov. Maksim Medvedev. Rauf Əliyev. Dərhal həmin nöqtəyə Hummels gəldi. Bəli, məhz Borussiyanın istər yarım müdafiə, istəsə də müdafiə xəttində oynayan futbolçuları çox yaxın oynayırlar futbolçularımıza. Elə o qədər yaxın oynayırlar ki, dərhal hansısa futbolçumuz Qarabağın hansısa üzvü topu ələ keçirərkən yanlarında ən azı 1-2 Borussiyalı oyuncunu görürlər və dərhal da bu artıq real topu itirmə təhlükəsidir. Bu baxımdan ona görə də cəld və sürətli oynamaq tələb olunur. Diqqətli, cəld və sürətli. Belə olan məqamda rəqibin də müdafiə xəttini yarmaq mümkündür. Grosskrots ötürməsi dəqiq deyil. Bugün müdafiə xəttimiz hələ ki göz dəyməsini çox yaxşı oynayır. Borussiyanın hücumlarının qarşısını almaqda çətinlik çəkmirlər. Vüqar Nadirov. Vüqar Nadirov Schmelzerlə mübarizədə top itirdi. Top meydandan çıxır. Out yerinə yetiriləcək. Maksim Medvedev. Gənc futbolçumuz milli komandamızın gənc üzvü top oyuna daxil edir. Vüqar Nadirovla Nuri Şahinin mübarizəsi. Bəli, bu iki futbolçu bir aydan bir qədər artıq vaxtdan sonra Bakıda Azərbaycan və Türkiyə yığma komandalarının qarşılaşmasında da görüşəcəklər. Eləcə də meydandakı digər futbolçularımız, biz bilirik ki, Qarabağ komandası yığmaya ən çox futbolçu verən komandalardan, klublardan biridir. Hazırda onlar milli komandanın keçirilən təlim məşq toplanışında məhz bu görüşə görə iştirak etmirlər. Bu oyundan sonra onlar artıq milli komandanın düşərgəsinə yollana biləcəklər və milli komandamız artıq növbəti turdan sonra Unibank Premyer Liqasında 4-cü turdan sonra artıq uzun müddətli təlim məşq toplanışına başlayacaq, Almaniyaya yollanacaq və sentyabrın 7-sində Köln şəhərində Avro 2012-nin seçmə mərhələsində məhz bu ölkənin milli komandası ilə qarşılaşacaq futbolçularımız. Yeri gəlmişkən həmin görüş də sentyabrın 7-sində Bakı vaxtı ilə saat 23:45-də oynanılacaq Almaniya-Azərbaycan milli komandalarının oyunu Azərbaycan televiziyası və İdman Azərbaycan kanalının efirində olacaq.
Kagawa. Cəld və sürətli Yapon futbolçu Borussiyanın artıq tam demək olar ki, bu mövsümkü start heyətində oynayacaq. Baş məşqçi yəqin ki, futbolçuya start heyətində şans verəcək. Elə Bundesligadan söz düşmüşkən onu da bildirim ki, hörmətli tamaşaçılar, İdman Azərbaycan kanalı futbol sevərlərə daha bir müjdə verir. Növbəti mövsümdən artıq bildiyiniz ki, ilk tur arxada qalıb, ikinci turdan Almanya Bundesligasının da oyunları, Almanya Bundesligasının da qarşılaşmaları İdman Azərbaycan kanalı eləcə də Azərbaycan televiziyasının ekranlarında olacaq. Bu mövsüm Avropanın aparıcı çempionatlarından yenə də üçünü sizlərə təqdim edəcəyik. İspanya La Ligası, İngiltərə Premier Ligası və Almanya Bundesligasının qarşılaşmaları futbol sevərlərə təqdim olunacaq. Azərbaycan televiziyası və İdman Azərbaycan kanalında. Maksim Medvedev. Şmeltser. Şmeltser və top meydandan çıxır. Rəşad Sadiqov topu meydandan çıxartdı. Birinci hissədə 2 sarı vərəqə olub. Bunlardan biri Vüqar Nadirova, digəri isə rəqibin oyuncusu Shinji Kagawaya göstərilib. Ümumiyyətlə, oyunda o qədər də kobudluğun sərt bir oyunun olduğunu demək olmaz. Futbolçular rahat və kobudluğa yol vermədən mübarizə aparmağa çalışırlar. Nuri Şahin, ona qarşı Maksim Medvedev oynayır. Nuri Şahin, Şmeltser istiqamətdə ötürmə. Rəşad Sadiqov gözəl hərəkət etdi və Şmeltserdən topu aldı. Daha sonra top Qarabağ komandasının futbolçularında olacaq. Çünki rəqib futbolçulardan meydançanı tərk edib top. Out. Azarkeşlər xeyli fəaldır. İlk hissədən etibarən Qarabağa çox yaxşı dəstək olurlar. Bugünkü qarşılaşmaya 15 minə yaxın, bəlkə də daha çox futbol sevər gəlib. Belə, məhz Qarabağa olan, Qarabağın bu il Avroliqa yarışlarında inamlı oyununa olan rəğbət birinci görüşdəki böyük hesablı məğlubiyyətə baxmayaraq azarkeşlərin stadiona gəlməsinə şərait yaradıb, səbəb olub. Əlbəttə, Qarabağ inamla demək olar ki, həmin məğlubiyyətə layiq deyildi. Düzdür, uduzmaq olardı. 0-1, 0-2. Ancaq 0-4 hesabı ilə məğlubiyyətə komandamız layiq deyildi. Əlbəttə, həmin görüşü hamı izləyib. Futbol sevərlər də bilir ki, müəyyən kobud səhvlər, futbolçularımızın təəssüf ki, bəzi epizodlarda buraxdığı səhvlər böyük hesablı məğlubiyyətə səbəb oldu. Və həmin məğlubiyyətinin revanşını bu qarşılaşmada almaq olar. Yəni 1-0 hesablı qələbə ilə olsa belə. Çünki qələbə həm Qarabağın beynəlxalq futbol aləmindəki nüfuzu üçün, eləcə də Azərbaycanın klub futbolu baxımından reytingi üçün çox önəmlidir. Vüqar Nadirov Maksim Medvedevdən topu qəbul etdi. Diagonal ötürmə, çox yaxşı bir hücum ola bilər. Rubinsin ötürməsi, son anda Subotic. Subotic topu meydandan çıxarır, təcrübəli müdafiəçi. Yaxşı bir hücum təşkil olundu. Diagonal ötürmə ilə Qarabağ hücuma qoşulmuşdu. Oyundan kənar vəziyyət. Yan xəta kimi bayrağını havaya qaldırdı və offside qeydə alındı. Qarabağın hücumu, Samir Abbasov. Rafəliyev yerdə qalır. Hakim oyunu niyə dayandırmadı? Bu da bir qədər təəccüblü qaldı bizlər üçün, eləcə də televiziya tamaşaçıları üçün. Həmin epizodda qayda pozuntusu var idimi? Hummels.
Top meydandan çıxır. Bəli, budur həmin epizod. Fikrimcə oyunu dayandırmaq olardı, cərimə zərbəsini vermək olardı. Sebastian Kel, Rauf Əliyevə qarşı kobud oynamışdı, sərt oynamışdı. Ancaq hakim oyunu davam etdirdi. Açıq-aşkar fikir verirsinizsə, ayağa təmas var idi. Adamya təəssüf top itirdi. Rəqibin əks hücumu reallaşa bilər. Müdafiəçilərimiz artıq geri qayıtmalıdır. Öz yerlərini tutmalıdırlar. Kagawa. Rəşad Sadıqovu keçə bilmədi. Kel. Rəqib komandanın kapitanı Kagawa ilə oynayır. Ovomayela. Kel. Və son anda müdafiəçilərimiz yenə topu uzaqlaşdırırlar. 60-cı dəqiqə Borussiyanın heyətində birdən-birə 2 dəyişiklik. Grosskroç əvvəlcə meydançadan çıxır, onun əvəzinə 31 nömrəli oyuncu Maria Götze meydançaya daxil olacaq. Gənc futbolçu. Grosskroç birinci görüşdə də əsas heyətdə meydançada mübarizə aparırdı. Kevin Grosskroç və Maria Götze oyuna daxil oldu. Və 7 nömrəli oyuncu Robert Lewandowski, daha bir Polşalı futbolçu. Kagawanı əvəzləyir. Shinji Kagawa ilk oyunda olduğu kimi bu qarşılaşmada da fəal idi. Yaponiyalı futbolçu. Və onun əvəzinə artıq Lewandowski oyunda mübarizə aparacaq. Eyni zamanda Grosskroç da oyunu tərk etdi. Götze onun əvəzinə meydandadır. Nuri Şahin. Şmeltser. Çox təhlükəli alınır bu futbolçunun ifasında. Uzaqdan ötürmələr. Ancaq bu dəfə alınmadı. Şmeltserin ötürməsi yaxşı alınmadı. Təcrübəli futbolçu Samir Abbasov ekranlarınıza gəldi. Fərhad Vəliyev. Adamiyaya qarşı sərt hərəkət var idi. Yenə də hakim oyunu dayandırmadı. Rəşad Sadıqov. Adamiya. Rauf Əliyev. Rəqibin səhvindən sonra top ələ keçirir. Vüqar Nadirovla oynayır. İki futbolçu bir-birlərini çox yaxşı başa düşürlər. Bir qədər də daha irəliyə getməlidirlər. Bir qədər daha əzimkar, daha inamla ağıllı hücum təşkil etməlidirlər. Rəşad Sadiqov. Götze. Admir Teli. Subotic. Ovomayela yoxsa Rubins top ələ keçirir. Ovomayela. Və Rubinsdən top meydançanı tərk edir. 63-cü dəqiqə Qarabağ Borussiya görüşündə hesab açılmayıb. Əfran İsmailov. Təəssüf ki, bu futbolçunun zədəsi bu oyunda oynamasına imkan vermir. Ekranlarınızda Əfran İsmailovu gördünüz. Bəli, çox lazım idi bu qarşılaşmada Əfran Qarabağa. Onun sürətli keçidlərinə, onun inamlı oyununa ehtiyac var idi. Bu mövsüm Avrokuboklarda Qarabağın ən məhsuldar oyuncusudur. Rauf Əliyev. Rauf Əliyev topu özündən çox irəli buraxdı. Yenə də təcrübəsizlik. Bir qədər kənara da Vüqar Nadirova da top ötürmək olardı. Vüqar halbuki həmin nöqtədə boş bir mövqedə idi. Nuri Şahin. Subotic. Bəli, bu dəqiqələrdə Qarabağ üstündür Borussiyadan. Hücumların qurulmasına da çalışır, irəliyə də getməyə çalışır. Qol vəziyyətlərə təşkil etməyə çalışır. Hələ ki alınmır, ancaq inamımız var ki alınacaq. Hamının inamı var. Qarabağ öz oyunu ilə bu inamı qazanıb bu il. Məhz Avroliqadakı yaxşı çıxışı ilə ilk dəfə olaraq Azərbaycan klubları arasında 3 mərhələ adlayan komanda oldu Ağdam təmsilçisi. Bəzi faktlar var, maraqlı faktlar. Misal üçün bu il qazanılan əmsallardan, yəni UEFA reytingində, klubların reytingində qazanılan 2
2 tam xaldan 1 tam 1250-si Qarabağın payına düşür. Bu isə Qarabağ məhz uğurlu çıxışı ard-arda 3 mərhələ keçməsi sayəsində mümkün oldu. Eləcə də Bakı komandasında bildiyiniz kimi düzdür, texniki məğlubiyyətə görə mübarizəni dayandırsa da, hər iki görüşdə qələbə qazanması da bizim üçün xeyirli oldu. Təhlükəli epizod, Weidenfeller son anda sayıq oynadı. Yenə Rauf Əliyev. ...1994-cü ildən bəri Avrokuboklara qatılan Azərbaycan klubları arasında ilk dəfə 3 mərhələ keçən komandadır Qarabağ. Və eyni zamanda Qarabağ, bildiyiniz kimi Azərbaycan futbolunda müəyyən Polşa sindromu var idi. Həm milli komandalar səviyyəsində keçirilən oyunlarda, həm də klublar səviyyəsində keçirilən görüşlərdə hələ heç bir Azərbaycan klubu nəinki qələbə qazanmış, hətta Polşa klublarını mübarizədən kənarlaşdıra bilməmişdilər. Və Qarabağ ilk Azərbaycan klubu oldu ki, Vislaya hər iki görüşdə qalib gəldi. Bəli, məhz hər iki görüşdə səfərdə 1-0, Bakıda 3-2 və ilk dəfə olaraq Polşa komandasını Avrokuboklardan kənarlaşdıran Azərbaycan klubu kimi tarixə düşdü. Arzu edək ki, artıq gələcəkdə bununla da Azərbaycan futbolu üçün Polşa sindromu bitmiş olacaq tamamilə. Qarabağ Avrokuboklarda ardıcıl ikinci mövsümdə bir mərhələdə hər iki oyunda qələbə qazanan ilk Azərbaycan klubudur. Qarabağ Visla komandasının qapısına 7 dəqiqəyə, ilk dəfə olaraq Avrokuboklarda 7 dəqiqəyə 3 qol vuran komandadır. Təhlükəli bir epizod. Barrios, Fərhad Vəliyev və müdafiəçilərin də köməyi ilə burada təhlükə sovuşduruldu. Barrios. Həmişə qeyd edirik ki, bu futbolçu çox təhlükəlidir və onu xüsusilə izləmək lazımdır. Və yenə də müdafiəçilərimiz təəssüf ki, müdafiədə boşluq yaratdılar. Barrios topu sinəsi ilə qəbul etdi. Rəşad Sadıxov, təcrübəli futbolçumuz, ona mane oldu. Əhsən Rəşad. Hələ ki, bu oyunda onun liderlik keyfiyyətləri komandamıza böyük kömək olur. Abamayela imkan verməyə lazım deyil zərbə vurmağa və müdafiəçilərimiz topu uzaqlaşdırırlar. Qarabağ komandası haqqında kifayət qədər yeni maraqlı faktları, rekordları saymaq olar, sadalamaq olar. Ancaq əlbəttə ki, əsas reallıq budur ki, Qarabağ bu il Azərbaycan Avrokuboklarda uğurlu şəkildə təmsil edən yeganə klubumuz oldu. Bakı komandası da əslində buna çox yaxın idi. Təəssüf ki, bu komandada başqa amillər Bakının irəliləməsinə, Avrokubokda irəliləməsinə imkan vermədi. Artıq yavaş-yavaş bütün ümidlər, yəni Avrokubok turnirlərində qrup mərhələsinə qalmaqla bağlı ümidlər növbəti mövsümə qalır. Nadirov. Qayda pozuntusu var. Hakim də oyunu saxladı. Qarabağda 2 dəyişiklik olacaq. Elvin Məmmədov və eləcə də Rəşad Kərimov meydançaya daxil olacaq. 2 gənc futbolçu, xüsusilə onlardan birini qeyd etməliyəm. Elvin Məmmədov milli komandamızın da futbolçusu, özü də əsas heyət üzvü. İkinci hissədə meydançaya daxil olurlar. Rəşad Kərimov Rubinsin əvəzinə meydançaya daxil oldu. Georgi Adamyan əvəzinə Elvin Məmmədov meydançaya daxil oldu və Rubinsin əvəzinə Rəşad Kərimov. Rəşad Kərimovun bu mövsüm Avrokuboklarda ilk oyunudur bu. İlk dəfədir ki, o meydançaya daxil olur. 69-cu dəqiqə. O vaxt yavaş-yavaş seyrəlir. Daralır. Qarabağ isə hələ ki qol vura bilməyib. Elvin Məmmədov dərhal oyuna
Daxil olandan sonra rəqiblə təkbətək mübarizə və sarı vərəqə. Elvin Məmmədov sarı vərəqə aldı dərhal oyuna daxil olan kimi. Mark Hummelsə qarşı kobud oyun Elvinin sarı vərəqə alması ilə nəticələnir. Komandamızın niyyətində artıq ikinci futbolçudur ki, Elvin sarı vərəqə ilə cəzalandı. Jürgen Klopp futbolçularından narazıdır. Onun bu hərəkətlərindən bunu hiss etmək çətin deyil. Sebastian Kehl kapitan ekranlara gəldi. Bəli, artıq onsuz da itiriləsi bir şey yoxdur. Qələbə, heç-heçə, məğlubiyyətdir. Ona görə də artıq bir sıra gənc futbolçuları da meydançaya daxil edir. Onlardan biri də Rəşad Kərimovdur. Qurban Qurbanov bu görüşdə qələbə qazanmaq istəyir. Və burada gənc futbolçuların da payının olmasını istəyir. Barrios. Rəşad Kərimov. Agolli. Agollinin ötürməsi dəqiq deyil. Ovomoyela ilə Borussiyanın hücumu davam edir. Barrios hava ötürməsi tələb edirdi və Fərhad Vəliyev. Fərhad Vəliyev sakitcə topu tutur. Dərhal da indi hücum üçün onu irəliyə doğru vuracaq. Vüqar Nadirov. Yaxşı ötürmə. Elvin Məmmədov. Əslində yaxşı fikirləşmişdi. Rəqib futbolçularla mübarizədə yerdə qaldı. Hakim oyunu davam etdirir. Əslində təkbətək normal bir mübarizə idi. Qayda pozuntusu yox idi. Elvin Məmmədov hər şeyi yaxşı fikirləşmişdi. Bir qədər nəhəng fiziki cəhətdən daha hazırlıqlı müdafiəçilərlə mübarizə aparmaq çətin oldu Elvin üçün. Subotic. Nevem Subotic. Serbiya və Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır bu futbolçu. Təhlükəli hücum və son anda Ademir Telli. Son dəqiqələrdə qol vurmasaq belə qapımızı da toxunulmaz saxlamalıyıq. Hər halda heç-heçə də müəyyən reyting halıdır Azərbaycan üçün. Fərhad Vəliyev və Barriosun kobud oynadığını bildirir hakim. Belçikalı referi. Kapitanımız özü cərimə zərbəsini yerinə yetirəcək. Serge Gümeni Belçikalı hakim bu epizodda Barriosun kobud oynadığını bildirdi. Qarabağ topladı. Sadıxovun ötürməsi. Vüqar Nadirov. Bəli, Borussiya məğlub edilməz komanda deyil. Onu məğlub etmək olar, onun qapısına qol vurmaq olar. Bir qədər daha çox səy göstərməyə lazımdır. Mərkəzdə yenidən qonaq komandanın üstünlüyü var. Meydançanın mərkəzində rəqib komanda daha yaxşı təsir bağışlayır. Üstünlüyü ələ alıblar. Qarabağ isə daha çox fikir verirsinizsə, heç adam yanında meydançada olduğu dövrlərdə belə, vaxtlarda belə mərkəzdən hücum qurmurdu. Çünki komandanın, Borussiyanın yarım müdafiə xəttində, eləcə də müdafiə xəttində mərkəz futbolçuları çox yaxşı təsir bağışlayırlar. Dayaq yarım müdafiəçi kimi Sebastian Kehl və Nuri Şahin, eləcə də mərkəz müdafiəçiləri Subotic ilə Hamdas da yaxşı oynayırlar. Kül zərbəsindən sonra Fərhad Vəliyev də yaxşı oynayır. Və daha sonra ardınca hakim bildirir ki, burada qayda pozulmuşdur. Bəli, mərkəzdən hücumlarımız alınmasa da cinahlardan bu alına bilər. Və həm Vüqar Nadirov, eləcə də hücumçu kimi komandamız niyyətində yeganə hücumçu olan Rauf Əliyev də burada öz ustalıqlarını nümayiş etdirməlidirlər. Maksim Medvedev mərkəz xətti keçir. Maksimin ötürməsi və orada Qarabağlı futbolçulardan heç kim yoxdur. Top Ovomoyela'da qalır. Oyundan kənar vəziyyət yoxdur. Fərhad Vəliyev irəli çıxır və indi topu meydandan çıxaracaq. Fərhad bugün inamlı təsir bağışlayır və azərkeşlər də haqlı olaraq qapıçımızı alqışlayırlar.
Yəni, indi Fərhada ən çox məhz bu lazımdır. İlk oyundan sonra müəyyən psixoloji gərginlikdə ola bilərdi və azarkeşlərimizin bu baxımdan Fərhadı dəstəkləməsi, ona yaxşı yanaşması çox lazımlıdır, çox gərəklidir Fərhad üçün. Milli komandamızın da qapıçısıdır Fərhad. Obameyela. Götze. İkincisi də meydançaya çıxmış gənc futbolçu Nuri Şahin. Qayda pozuntusu var. Barrios yenə qaydanı pozmuşdu. Son 15 dəqiqə Qarabağ Borussiya görüşündə izləyəcəyik. Borussiyada isə növbəti dəyişikliyi olacaq. Lukas Piszek. Lukas Piszek Polşalı futbolçu meydançanı tərk edəcək. Onun əvəzinə Dimitar Rangelov, Bolqarıstanlı futbolçu meydançaya daxil olacaq. Bəli, Rangelovu Dimitar Rangelov Bolqarıstanlı oyuncu meydançaya daxil oldu Pişekin əvəzinə. Artıq hər üç dəyişiklikdən istifadə edib Borussiya futbolçuları. Qarabağ isə hələ ki imkanların ikisindən yararlanıb. Agolli topu meydançaya altdan daxil etdi. Rangelovun ötürməsi dərhal oyuna qoşuldu bu futbolçu. Top Qarabağdadır. Rəşad Kərimov. Topu meydandan çıxartdı Rəşad Kərimov. Elvin Məmmədovdan gözəl hərəkətlər. Mərkəzdə Elvinin belə hərəkətlərinə ehtiyac var. Ani bir hərəkətlə iki Borussiyalı futbolçunu geridə qoydu. Alman futbolu və Alman klubları daha çox fiziki hazırlıqlı və sürətli bir oyuna üstünlük verirlər. Qapıya doğru zərbə. Maksim Medvedevin zərbəsi. Top Borussiyalı futbolçuya tuş gəlir. İndi isə Samir Abbasov qaydanı pozdu. Alman futbolu dəmir Alman nizam intizamına və fiziki cəhətdən hazırlıqlı futbola hesablanan oyunu oynayır. Ancaq əlbəttə texnikalı oyun qarşısında çox vaxt elə Almaniya oyuncuları da aciz qalırlar. Və belə bir komandana, Borussiya kimi yaxşı fiziki göstəricilərə malik futbolçulardan təşkil olunmuş komandanı məhz texnikalı, sürətli oyunla cəzalandırmaq olar. Çoxu da oyun var idi. Rauf Əliyev, daha doğrusu Vüqar Nadirov hamısına mübarizədə yerdə qaldı bu futbolçu. Rəşad Sadiqov. Adaşı Rəşad Sadiqovla oynadı. Samir Abbasov, Elvin Məmmədov. Maksim Medvedev topu Qarabağda saxlamağa çalışır, ancaq o da bir qədər inamsız oynadı. Barrios'un top ələ keçirilməsinə imkan verdi. Barrios güdürüyür və yıxılır. Qarabağ futbolçuları burada heç bir ona qarşı bir hərəkət etməmişdilər. Sadəcə olaraq özü güdürədi və yıxıldı. Nadirov. Şmeltser. Nuri Şahin. Götze. Götürməsi dəqiq deyil. Samir Abbasov. Borussiyanın növbəti hücumu alınmadı. Son ötürmə dəqiq verilməmişdi. 79-cu dəqiqə. Hakim Jürgen Klopp'un yanına gəldi və ondan sakit olmasını istəyir. Jürgen Klopp bu dəqiqələrdə çox emosionaldır və oyun davam etdiriləcək.
Serge Gnabry Belçikalı hakim Kloppa xəbərdarlıq etdi. Weidenfeller topu sakitcə qəbul edir. Subotic. Rangelova qarşı kobudluq oldu. Cərimə zərbəsi təyin olunur. Obomayela ilə yerinə yetirəcək Borussia futbolçuları bu cərimə zərbəsini. Rangelovla Ansi Agolinin mübarizəsini izlədik. Nuri Şahin həmişə olduğu kimi Türkiyəli futbolçu standart vəziyyəti vurur. Qapı qarşısına göndərilən top. Maksim Medvedevdə qalır top. Medvedev çox gözəl keçdi qarşısındakı oyuncusunu. Və out. Borussia yerinə yetirəcək. Son 10 dəqiqə Qarabağ Borussia Dortmund qarşılaşmasında. Lukas Barrios ekranlarınıza gəlir. Medvedev, Admir Teli, Rəşad Sadigov, Rəşad Kərimov. Qapı qarşısına ötürmə. Altı Qarabağ yerinə yetirəcək. Nadirov topu yan xətdən oyuna daxil etmək üçün Maksim Medvedev verdi topu. Medvedev top meydana çıxır, out. Weidenfeller qapıcı vuruşu ilə top oyuna daxil edəcək. Təəssüf ki, növbəti hücumdan da heç bir nəticə əldə edə bilmədik. 82-ci dəqiqə başa çatır, 83-cü dəqiqə başlamaq üzrədir. 0-0'lıq bərabərlik davam edir Qarabağ Borussia görüşündə. Borussia klubunun azarkeşlərinin də səsləri gəlir. Bəli, artıq ilk görüşdəki böyük hesablı qələbə ilə bu oyunların taleyini həll etmişdi Borussia. Və Bakıya hiss olunurdu ki, hamı bilirdi ki, çox rahat bir hesabla gəlir. Nuri Şahinə qarşı kobudluq oldu və cərimə zərbəsini Borussia futbolçuları yerinə yetirəcəklər. Rəşad Sadigov Şahini yerə yıxdı. Sərt oynadı ona qarşı da. Hakim də bu epizodu kobudluq kimi dəyərləndirdi. Rəşad Sadigovun başçılıq etdiyi müdafiə xətti rəqibin növbəti standart vəziyyəti zamanı diqqətli oynamağa çalışır. Hamı diqqətli oynamalıdır. Çünki Borussia belə standart vəziyyətlərdən yaxşı istifadə etməyi bacarır. Ələl xüsusda bu Nuri Şahin tərəfindən yerinə yetirilirsə. Qapıya doğru zərbə və top qapının üstündən keçdi. Hakim daha bir standart vəziyyət təyin edir. Bu dəfə kücdən ötürmə ilə, kücdən zərbə ilə Dortmundlular topu oyuna daxil edəcəklər. Yenədən Nuri Şahin. Şumertser topu meydandan çıxartdı.
Ovomayela. Rəqib komandanın 25 nömrəli futbolçu Ovomayela ekranlarınıza gəldi. İlk görüşdə oynamamışdı bu futbolçu, zədəli idi. Artıq son dəqiqələrdə hər iki komanda tələsmir. Həm Qarabağ, həm Borussia. Şübhəsiz Borussia üçün hər şey məlumdur. Onlar artıq Avroliqanın qrup mərhələsindədirlər. Bu yarışın da püşkatması sabah keçiriləcək. Oyundan kənar vəziyyət. Barrios qapıya doğru zərbə indirdi. Bundan əvvəl isə hakim bayrağını qaldırmışdı. Ofsaytda idi Lucas Barrios. Bugün isə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Və çox maraqlı qruplarda çox maraqlı cütlüklər var. Yəni çox maraqlı dörtlüklər var daha doğrusu. Bütün bunlarla bağlı həm İdman Azərbaycan kanalının, eləcə də Azərbaycan televiziyasının idman informasiya buraxılışlarında tanış olacaqsınız ətraflı. Çox istərdik ki, həm Çempionlar Liqasında, həm də Avroliqanın qrup mərhələsində Azərbaycan təmsilçisi olsun. Bizim klublarımızda qitənin ən nüfuzlu turnirləri olan, ən nüfuzlu futbol yarışları olan bu turnirlərdə qrup mərhələsində mübarizə aparsınlar. Hələ ki, düzdür, təmsilçimiz bu yarışlarda yoxdur. Yaxın gələcəkdə hansısa Azərbaycan klubunun həmin yarışlarda olacağını istərdik və buna inanırıq da. Əgər biz playoff mərhələsinə qədər gəlib çıxırıqsa, deməli qrup mərhələsində də oynaya bilərik. Aslan Kərimov, Qarabağ və Azərbaycan futbolunun veteranı meydançaya daxil olur. Samir Abbasovun əvəzinə son dəqiqələrdə, 88-ci dəqiqədə. Artıq Qarabağda sadəcə 3-cü əvəz etməsindən istifadə etdi. Ovomayela topu altdan oyuna daxil edir. Daha sonra out yerinə yetirmək hüququ Qarabağa keçdi. Ansi Agoli. Vüqar Nadirov. Lewandowski. Qapı qarşıda ötürmə. Top meydandan çıxdı. Fərhad Vəliyev. Bəlkə də artıq hər iki komanda heç-heçə ilə razılaşıb və oyunun başa çatmasını gözləyirlər. Bu dəqiqələrdəki oyundan belə görünür. Düzdür, Qarabağ əlbəttə ki, son saniyələrə qədər səylərini davam etdirəcək. Amma ümumi görüntü belədir. Çünki Borussia da sakit, təmkinli oynayır. Nuri Şahin. Ovomayela. Rangelov. Hakim bildirir ki, top məhz Balqaristanlı futbolçudan, Borussiyanın Balqaristanlı futbolçusundan meydançanı tərk etdi. Sonuncu dəqiqəyə başlayır. Təəssüf ki, burada futbolçularımız da səhv edərək ötürmədə səhv etdilər. Nəticədə top meydanı yenidən tərk edir. Barrios'u addım-ba-addım Admir Teli izləyir. Qarabağın Albaniyalı futbolçusu və demək olar ki, bu gün o öz vəzifəsinin ötəsindən gələ bildi. Barrios bir neçə epizodda təhlükəli hücumlarla yadda qaldı, ancaq hər halda qol vura bilmədi. Düzdür, hələ oyun davam edir. 2 dəqiqə
Daha 2 dəqiqə futbolçular meydanda mübarizə aparacaqlar. Fərhad Vəliyev cərimə zərbəsi ilə top oyuna daxil etdi. Rauf Əliyev topu başına zərbə endirir və Şmeltser sakitcə topu qapıcısı Weidenfellerə göndərdi. Rangelov, Bolqarıstanlı futbolçu, ikinci hissədə meydançaya daxil oldu. Gotsen'in ötürməsi. Təhlükəli bir hücum reallaşa bilər. Barrios zərbəsi və qol. Təəssüf. Bir qədər əvvəl qeyd etmişdim ki, Barrios bugün qol vura bilmədi, ancaq gördüyünüz kimi son dəqiqələrdə, əlavə olmuş dəqiqələrdə artıq Barrios bu vəzifənin öhdəsindən məharətlə gəldi. Təəssüf, bütün oyun boyu futbolçularımız, müdafiəçilərimiz Barriosu gözdən qoymadılar, ancaq son dəqiqələrdə gördüyünüz kimi ani bir boşluq Barriosun qol vurması ilə nəticələndi. Bu görüşdə də Paragvaylı futbolçu fərqlənməyi bacarır. Əlbəttə, son dəqiqələrdə, son saniyələrdə, əlavə olmuş saniyələrdə heç olmasa qol buraxmasaydıq, bu görüşdə eç-eçəyə nail ola bilsəydik, bu daha yaxşı olardı, ancaq gördüyünüz kimi futbol 90 dəqiqə oynanılır. Son dəqiqələrə qədər oynanılır və son saniyələrdə məhz Qarabağ futbolçularının bir qədər müdafiədə boşluq yaratması, sonda qolun vurulması ilə nəticələndi. 0-1. Borussia təkrar görüşdə də Qarabağa qalib gəlməkdədir. Və hakim qarşılaşmanı bitirdi. Təəssüf, 30 saniyə Qarabağ dözsəydi, 30 saniyə qol buraxmasaydı, bu görüşdə eç-eçə qeydə alınacaqdı. Hər halda qarşılaşma başa çatdı. Qarabağ Borussia Dortmund görüşündə Borussia son saniyələrdə, əlavə olmuş dəqiqələrdə Lukas Barriosun, ekranlarda gördüyünüz futbolçunun vurduğu qolla Avroliqanın play-off mərhələsində Qarabağa Bakıdakı görüşdə də qalib gəlir. Hörmətli tamaşaçılar, bununla da Tofiq Bəhramovanda Respublika stadionundan Azərbaycan televiziyası İdman Azərbaycan kanalının canlı reportajı başa çatır. Bu görüşün rejissoru Elnur Caniyev idi. Oyunu Rəşad Rafiqoğlu şərh etdi. Sağ olun, gələn görüşlərə dək.